Salam, hər birinizi xoş gördük. 2025 DİM test toplusu 2-ci hissə çoxalma ontogenes hüceyrənin bölünmə üsulları mitoz, meyoz mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. Elə isə 41-ci testə baxaq. Deyir, ilanın yetişmiş yumurta hüceyrəsinin xromosom sayı 7-dir. Bu orqanizmin ilkin cinsiyyət hüceyrəsində meyozun birinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom, neçə xromatid vardır. Yəni bizə haploid sayı veribdir. Haploid sayı bura yazaq. N bərabərdir 7. Və bizdən demək nəyi soruşurdu? Meyozun birinci bölünməsini. Biz gəlin birinci yazaq. Meyoz bilirsiniz ki, meyoz 1 və meyoz 2 var. Bunu əvvəlcə burada qeyd eləyək ki, yanımızda olsun. Hər dəfə istifadə edə bilək. Bilirik ki, deməli bütün bölünmələr fazalardan təşkil olunmuşdur. Profaza, metafaza, anafaza və telefaza mərhələləri var idi. Hər ikisində, yəni meyoz 1 və meyoz 2-də. Və burada xromosom xromatid sayını mən NC olaraq qeyd etmirəm. Sadəcə olaraq rəqəm olaraq yazacağam. Belə deyək, 2, 4, 2, 4, 2, 4 və 1, 2. 1, 2 ilə bitdi, görürsünüz. 1, 2 ilə bitdiyinə görə burada 1, 2 ilə başlayacaq. 1, 2, 1, 2. Burada 2-ləşdi, oldu 2, 2 və sonda 1, 1. Yəni NC. Bu formada yadda saxlayaq. Yəni bunlar N-dir, bu tərəflər isə C-dir. Xromosomlardır, xromatidlərdir. Bizə deyir ki, N bərabərdir 7 və deyir ki, meyozun birinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom, neçə xromatid olar? Birinci bölünmənin anafazasına baxıram ki, N bərabərdir 7. Burada neçədir? Burada 2N-dir. Demək, bunun 2N-i 14-dür. Sonra baxıram xromatidə. Xromatid xromosomdan 2 dəfə çoxdur. Deməli, xromatiddə neçə olacaq? 14-ü vuracam 2-yə. Bu da bərabər olacaq 28. 14 xromosom, 28 dənə də xromatid olacaq. Deməli, burada uyğun gələn cavabımız olacaq C variantı. 42-yə baxaq. Yetişmə mərhələsinə daxil olan neçə hüceyrənin bölünməsi nəticəsində sonda 8 spermatozoid əmələ gəlir və bu zaman maksimum neçə hüceyrədə gen sahəsinin mübadiləsi gedə bilər. 8 spermatozoid əmələ gəlir. Biz bilirik ki, spermatogenezdə bir hüceyrə daxil olanda sonda 4 hüceyrə yaranırdı və hər bir hüceyrə çevrilirdi spermatozoidə. Yəni 4 dənə də spermatozoid yaranırdı. İndi baxaq. Deməli, baxaq ki, bir hüceyrə daxil olanda tənasibi belə qururuq. 4 spermatozoid yaranırdısa, neçə hüceyrə daxil olubdur ki, bizdə 8 spermatozoid yaranıbdır. X-i tapdıq ki, X bərabərdir 2 hüceyrəyə. Baxın, əgər əlimizdə 2 hüceyrə varsa, deməli 2 hüceyrədə də elə gen sahəsinin mübadiləsi gedər. Düzgün gələn cavabımız olacaq Y variantı. 43-ə baxaq. Yetişmə mərhələsinin sonunda 8 spermatozoid əmələ gəlirsə, bu mərhələnin əvvəlində neçə hüceyrə bölünməyə başlamış və hər 2 xromatiddən ibarət olan xromosomlar neçə hüceyrənin qütblərinə çəkilmişdir. Deməli, yenə bax, bir hüceyrədən 4 sperm yaranırdısa, X hüceyrədən 8 spermatozoid, daha doğrusu spermatozoid yaranır. X bərabər oldu 2 hüceyrəyə. Demək, hüceyrəmizi tapdıq. Əgər 2 hüceyrəmiz varsa, onda deməli 2 hüceyrədə də elə 2 xromatiddən ibarət olan xromosomlar qütblərə çəkiləcək. Deməli, düzgün gələn cavabımız olacaq 2, 2, o da olur A variantı. 44-ə baxaq. Deyir ki, normal halda insanın somatik hüceyrəsinin bölünməsinin anafaza mərhələsində 2 ədəd Y cinsiyyət xromosomu görünərsə, bu insan üçün söylənlərdən hansı doğrudur? Əgər biz anafaza, yəni mitozun bölünməsinin anafazası, bilirsiniz ki, somatik hüceyrədə mitoz bölünmə gedir və bu zaman biz 2 dənə Y xromosomu görürüksə, belə nəticəyə gəlir ki, bu kişidir. Ona görə də burada düzgün gələn cavabımız baxaq. Qametləri, deməli, qamçılara malik olacaq. B variantımız uyğun cavabdır. 45-ə baxaq. Normal halda insanın somatik hüceyrəsinin bölünməsinin anafaza mərhələsində hüceyrədə yalnız X cinsiyyət xromosomu görünərsə, bu orqanizm üçün söylənlərdən hansı doğrudur? Deməli, burada X, yalnız X görmüşüksə, bu o deməkdir ki, bu da dişidir və bilirik ki, bizdə, yəni dişilərdə ümumiyyətlə qametlər qamçısız olur. Ona görə də burada düzgün gələn cavabımız olur D variantı, qametləri qamçısız olacaq. 46-ya baxaq. Deyir, insanda meyozun ikinci bölünməsi nəticəsində əmələ gəlmiş hər bir cinsiyyət hüceyrəsində neçə xromosom, neçə xromatid olar? Baxaq, meyozun ikinci bölünməsini deyir. Meyozun ikinci bölünməsinə baxın, burada qeyd eləmişik. İkinci bölünməsində əmələ gəlmiş hər bir cinsiyyət hüceyrəsində neçə xromosom, neçə xromatid olar? Baxırıq, meyozun ikinci, yəni bölünməsində sonda neçə dənə xromosom, neçə xromatid yaranıbdır? Baxın, hər biri 1-dir, yəni haploiddir. N, C. Deməli, burada xromosom və xromatid sayı neçə olacaq? Bizdə 46 idi, yəni 2N-imiz belə deyək. 2N 46-dırsa, onda N neçə olar?
N də olar 23. Baxın, N ilə də C bir-birinə bərabərdir. Onda C də 23-dür. Deməli, 23 xromosom, 23 xromatiddir. Düzgün cavabımız olacaq C variantı. 47-yə baxaq. Deyir, insanda meyozun birinci bölünməsi nəticəsində əmələ gəlmiş hər bir cinsiyyət hüceyrəsində neçə xromosom, neçə xromatid olar? Baxın, yenə yazdığım yazını qoydum önümə. Siz də baxın. Deyir ki, deməli, meyozun birinci bölünməsi nəticəsində əmələ gəlmiş cinsiyyət hüceyrələrində. Meyozun birinci bölünməsi, baxın, faza adı çəkmədiyinə görə biz sonu nəzərdə tuturuq. Yəni, sona baxırıq. Başda xromosom sayı 2N idi, diploiddir. Sonda olub N. Deməli, neçə xromosom olmalıdır? 23. Xromatid 4N idi, olub N. Daha doğrusu 2N. Dəqiqə, belə yazaq. 2N'imiz deməli 46 idisə, onda N'imiz neçə olar? N'imiz də olar 23. N'i tapdım. Deməli, baxıram ki, burada xromatid xromosomdan 2 dəfə çoxdur. Ona görə də 23-ü vururam 2-yə. Bu da bərabər olur 46-ya. Deməli, 23 xromosom, 46 da xromatidimiz olar. Düzgün gələn cavabımız B variantı. 48-ə baxaq. Deyir ki, ada dovşanının zigotunda 44 xromosom varsa, onun quyruq hüceyrəsinin nüvəsində neçə xromosom olmalıdır? Bilirsiniz ki, zigotdan yeni bir canlı yaranır. Bu da o deməkdir ki, zigotun xromosom dəsti neçədirsə, həminki canlının somatik hüceyrəsi də o qədərdir. İndi bizə deyir ki, quyruq hüceyrəsində deməli 44 xromosom olacaq. Düzgün gələn cavabımız oldu A variantı. 49-a baxaq. Ada dovşanının zigotunda 44 xromosom varsa, onun yumurta hüceyrəsinin neçə xromosom olmalıdır? Zigot neçə enidir? Zigot 2 enidir. 2 enim 44-dürsə, yumurta hüceyrə bilirsiniz ki, haploiddir. Onda enim X olar. X də buradan bərabər eləyər 22-yə. Düzgün gələn cavabımız olar A variantı. 50-yə baxaq. Sxem hansı prosesi əks etdirir? Sxema baxaq. Necə idi? Haploidlər birləşib diploid olub. Mən bilirəm ki, haploid bizdə spermatozoid yumurta hüceyrədir. Bunlar da birləşərək əmələ gətirirlər diploid zigotu. Bu prosesdə nə adlanırdı? Təbiidir ki, mayalanma. 51-ə baxaq. Sxem hansı proses əks etdirir? Sxemə baxaq yenə. Demək, nə idi? Burada necə idi? 2N bölünürdü 2 yerə, yəni birindən 2 hüceyrə yaranırdı və hər bir hüceyrənin də xromosom sayı, ananın xromosom sayı ilə eyni olurdu. Bu hansı bölünməni əks etdirirdi? Təbiidir ki, bu da mitoz bölünməni əks etdirirdi. 52-yə baxaq. Meyozun hansı mərhələsində konjugasiya baş verir? Meyoz 1-in profazasında həm konjugasiya, həm də Krassin-Gover prosesi baş verirdi ki, burada da uyğun gələn cavabımız olur B variantı. 53-ə baxaq. Şəklə əsasən söylənilən mülahisələrdən doğru olmayanı hansıdır? Onu tapmalıyıq. Şəkilə birinci baxaq. Şəkil anafaza mərhələsindədir. Hardan bildim? Çünki burada xromosomlar bir-birinə bilirsiniz ki, X formasında birləşmiş olurlar. Və burada artıq o xromatidlər ayrılıblar və sərbəst xromosom sayılıblar. Bu da əsasən baş verir anafaza mərhələsində. Baxaq, uyğun gəlməyən hansıdır tapaq. Deyir, xromosomlar ekvator boyunca düzülərək metafaza lövhəsini əmələ gətirmişdir. Elə səhv cavabımız budur. Çünki burada metafaza lövhəsi deyil, anafaza mərhələsidir və xromosomlar da qütblərə çəkilir. 54-ə baxaq. Deyir, şəklə əsasən düzgün olan mülahisəni müəyyən edin. Yenə şəklə baxırıq ki, biz anafaza mərhələsidir. Və burada düzgün olanı gəlin tapaq. Deyir, göstərilən mərhələdə xromosom yığımı DNT-nin miqdarı 2-nin 4C-yə bərabərdir. Xeyr, baxıram ki, baxın, xromosom olaraq da saysam 4N-dir, xromatidi də 4C-dir. Onun üçün bu səhv fikirdir. Deyir, xromosomlar hüceyrənin mərkəzində düzülərək metafaza lövhəsini əmələ gətirir. Metafaza lövhəsi dedik ki, dübbələmdir, hamısı yan-yana düzülməli idi ki, metafaza lövhəsi olsun. Bu da səhv fikirdir. C-yə baxaq, xromatidlərin hüceyrənin qütblərinə çəkilməsi nəticəsində xromosom yığımı 2 dəfə artmışdı. Bəli, baxıram ki, burada doğrudan da xromatidlər qütblərə çəkilir və xromosom sayı da 2 dəfə artmış olur. Demə, 54-də düzgün cavabımız olacaq C variantı. 55-ə baxaq. X, Y, Z-i müəyyən edin. Mitoz bölünmə və meyoz bölünmə. Deyir ki, A variantını oxuyaq. Deyir, A bölünmə vətərləri yaranır. Baxın, bölünmə vətəri hər ikisində yaranır. Yəni, yalnız mitoza aid olaraq götürə bilmərəm. Bu səhv fikirdir. B-yə baxaq. X-də ilkin cinsi hüceyrələr bölünür. Sonra olsun, ilkin cinsi hüceyrənin mitoz bölünmə tamam gametogenezdə, yəni götürə bilərik. Sonra baxıram, Y hüceyrəsi qısa ömürlüdür. Z irsi müxtəliflik yaradır. Amma Z-ə baxıram ki, ikisinə də aiddir və irsi müxtəliflik yaratmır mitoz bölünmə, meyoz yaradırdı. Bu da səhv fikirdir. C variantına baxaq. Deyir ki, X yaranan hüceyrələr həmin yolla bölünə bilər. Bəli, mitoz bölünmə bitir və yenidən mitoz prosesi gedə bilirdi. Y irsi müxtəliflik yaradır. Bəli, meyoz bölünmədə qamet yaranırdı. Onlar da birləşərək irsi müxtəlifliyə, yəni zigotda irsi müxtəliflik yaranırdı. Düzdür. Z bölünmə vətərləri yaranırdı. Bəli, həm mitoz, həm də meyoz bölünmə zamanı bölünmə vətərləri yaranır. Deməli, 55-də düzgün cavabımız oldu C variantı.
56-ya baxaq. Meyoz bölünməni digər bölünmə formalarından fərqləndirən proses hansı terminlə ifadə olunur? Meyoz prosesi zamanı demişik ki, həm konjugasiya, həm də Krassingover baş verir. Ona görə də burada onu fərqləndirən xüsusiyyət elə olacaq konjugasiya. 57-yə baxaq. Düzgün olmayan mülahizəni göstərin. Deyir, Krassingover mutasiya deyil. Bəli, mutasiya deyil. Yəni anidən baş verən bir proses deyil. Yəni yalnız çoxalma zamanı baş verirdi. Krassingover kombinativ dəyişkənlik mənbəyidir. Bəli, bu da deməli düzgün fikirdir. Çünki Krassingover baş verəndə çoxlu kombinativlər, yeni, yəni fenotip və genotiplər yaranmağına səbəb olurdu. C-yə baxaq. Deyir, konjugasiya zamanı Krassingover baş verməyə də bilər. Bəli, baş verməyə də bilər, düzgündür. Homoloji olmayan xromosomlar arasında hissələrin mübadiləsi Krassingover adlanır. Xeyr, Krassingover homoloji olan xromosomlar arasında baş verirdi. Ona görə də burada düzgün cavab olaraq D variantını götürürük. Sonra keçək 58-ə. Deyir, sxemdə göstərilən mitoz bölünmə fazalarının düzgün ardıcıllığını müəyyən edin. Baxaq ardıcıllığımıza. Deməli, 1-ə baxıram ki, bu profazadır. Profazadan sonra gəlir metafaza. Ondan sonra gəlir anafaza. Ən sonda isə telefaza. Demək, hansıları saydıq? 1, 3, 4 və 2. 1, 3, 4 və 2. Düzgün gələn cavabımız oldu D variantı. Sonra 59-la davam edək. Deyir, çovdar bitkisinin yarpaq hüceyrələrində 14 xromosom bölünən endosperm hüceyrələrinin anafaza mərhələsinin sonunda neçə xromosom görmək olar? Çovdar bitkisinin yarpaq hüceyrəsi somatik hüceyrədir. Ona görə də yazıram 2n bərabərdir neçəyə? 14-ə. Endosperm deyir, n-i tapıram tez buradan. N-in bərabər oldu 7-yə. Endospermin xromosom sayı bilirsiniz ki, həmişə endosperm triploid olur. 3n. Demək, bunun 3n-i neçəymiş? 21. Yəni 3-ü vurdum 7-yə, n-i qoydum yerinə, oldu 21. Və biz deyirik ki, endospermdə həmişə mitoz bölünmə gedir. Ona görə də mitozun anafaza mərhələsində xromosom sayı 2 dəfə artırdı. Yəni 3n-idirsə, olurdu 6n. İndi 3n-də 21-dirsə, onda 6n-də nə qədər olar? Təbiidir ki, 6n-də də olar 42. Onda A variantımız düzgün olar. Sonra deyir, canlının bir nüvəli hüceyrəsində mitoz bölünmənin metafaza mərhələsində 32 xromatid sayılmışdır. Bu canlının qametində neçə xromosomu olmalıdır? Gəlin mitozu da yazaq burada. Mitoz bölünmə necə idi? Yenə eynən profaza, metafaza, anafaza, telefaza mərhələləri var idi. Xromosom sayı 2, 4, 2, 4, 4, 4 və 2, 2. Bunların yanında N və S-ləri var, onu da nəzərə alın. Deməli, deyək ki, mitoz bölünmənin metafazasında 32 xromatid var. Metafazaya baxıram, 32 xromatidim var. Deməli, yazıram ki, 4 olanda 32 idisə, mənə N deyir də, buradan N-i tapa bilərəm. Onda N-i hardan bildim? Çünki mənə deyir ki, endosperm, yox, buran baxırdıq. Bu canlının qametin soruşduğuna görə mən burada deyirəm, yəni N-də və yaxud da 1 olanda nə qədər olar? X olar. X bərabərdir 32-də 4-ə bölsəm, düşər 8. Deməli, düzgün gələn cavabımız olur B variantı. 61-ə baxaq. Əgər hüceyrədə bölünmədən əvvəl bilavasitə qabaq N sayda xromosom, M sayda DNT molekulu vardırsa, mitoz bölünmə nəticəsində əmələ gəlmiş hər bir qız hüceyrədə nə qədər xromosom və DNT molekulu olacaq? Deməli, buranı bir dənə xətləyim ki, onu qarışdırmayaq. Bura oldu bizim mitoz bölünməmiz. Bu hissəyə baxacaq. Deməli, başda xromosom sayı nə qədərdir? 2. Sonda nə qədər? 2. Deməli, xromosom sayım neyinib? Dəyişməyib. N olaraq yazdım yerinə. Sonra keçirəm DNT-ni məndən soruşur. Bilirsiniz ki, DNT ilə xromatidin sayı bir-birinə bərabərdir. Deyir, M sayda DNT varsa qız hüceyrədə nə qədər olar? Baxıram ki, burada xromatid sayı 4-dür, sonda olubdur 2. Demək, neçə dəfə azalıbdır? 2 dəfə azalıbdır. Ona görə burada da yazacağım M bölək 2. N və M bölək 2, o da olur B variantı. 62-yə baxaq. Meyozun ilk bölünməsindən bilavasitə əvvəl ana hüceyrədə xromosomların sayı, xromatidlərin sayı, DNT molekullarının sayını veribdir və deyir ki, birinci bölünmədən sonra yeni əmələ gəlmiş hüceyrələrin birində bu parametrlər necə olacaqdır? Biz deməli meyozu burada bayaq qeyd eləmişəm. Var burada, diqqət eləsəz. Aha. Deməli, bizə nə deyir? Deyir ki, meyozun ilk bölünməsindən əvvəl və birinci bölünmədən sonra. Yəni, bax, bu hissəni bizdən soruşur. Buranı soruşur. Baxıram ki, meyozun əvvəlində xromosom sayı neçədir? 2-dir. Amma sonunda necə olub? Azalıb olub 1. Deməli, nə edirəm? Yazıram X böl 2. Xromosom 2 dəfə azalıb. Gördünüz? 2 idi.
olub 1. Sonra baxıram xromatidlərin sayı. Xromatidim də 4-düdür, olub 2. Demək, xromatid də neyniyibdir? 2 dəfə azalıb. Xromatidi də M ilə göstəriblər. M bölək 2. Sonra baxıram DNT-ni soruşur. Dedi ki, xromatidlə DNT-nin miqdarı bir-birinə bərabərdir. DNT də deməli 2 dəfə azalıbdır. Ona görə yazıram D bölək 2. Demək, hamısı bölək 2 idi. X bölü 2, M bölü 2, D bölü 2. Bunda da uyğun gələn cavabımız yenə də oldu B variantı. 63-ə baxırıq. Deməli, meyozun birinci bölünməsindən bilavasitə əvvəl, yəni burada, ana hüceyrədə xromosomların sayı X, xromatidlərin sayı M, DNT molekullarının miqdarı D olub. İkinci bölünmədən sonra əmələ gəlmiş hüceyrələrin birində bu parametrlər necə olacaq? Baxın, meyoz 1-i verib, meyoz 2-nin sonunu soruşur. Bura baxıb, bir də bura baxıb yazacağım. Xromosom sayım mənə veribdi X. Baxıram ki, burada 2 idi. Xromosom sayım sonunda nə qədər olub? 1. Deməli, xromosom sayım neyniyib? 2 dəfə azalıb. Yazıram X bölək 2. Sonra nəyi soruşur? Deyir ki, xromatid sayı. Xromatidə baxıram 4-düdür. Burada olub 1. Deməli, neçə dəfə azalıbdır? 4 dəfə azalıbdır. 4-dən 1-ə düşüb çünki. Sonra yenə deyir DNT. DNT ilə də xromatid sayı bir-birinə bərabər olduğuna görə elə ona da yazıram ki, D bölək 2. Ay, üzrlü sayın. D bölək 4. Çünki 4-düdür, olub 1. Deməli, xromosom 2 dəfə azaldı, xromatid və DNT isə 4 dəfə azalmış oldu. 63-də uyğun gələn cavabımız olacaq. 2 dəfə azaldı, 4 dəfə azaldılar. Y variantımız düz oldu. 64-də baxaq. Deyir, mitozdan bilavasitə əvvəl ana hüceyrədə xromosomların sayı X, xromatid M, DNT molekullarının miqdarı isə deməli D olmuşdur. Yeni əmələ gəlmiş qız hüceyrələrinin birində bu parametrlər necə olacaq? İndi baxın, mitozu da yazmışıq, kağızımda hazırdır. Mitozun əvvəlindən sonunu soruşur. Əvvəlində baxın, xromosom xromatid sayını bayaq yazmışdıq. Xromosom sayı necə idi? 2. Sonda neçədir? 2. Baxın, yazmışam N. Xromatid sayı 4-dür. Sonda neçə oldu? 2. Deməli, 2 dəfə azaldı. M bölək 2. İndi bizdən sadəcə olaraq D-yi artıqdan soruşur. DNT-ni yəni ki. DNT də xromatidlə eyni olduğuna görə, deməli, xromatid 2 dəfə azalıbdırsa, onda DNT də elə 2 dəfə azalmış olacaq. Düzgün gələn cavabımız olacaq M, N, yəni X daha doğrusu. Buraya yazaq bir dənə X. Xromosom çünki X-lə göstərmişdi. X, M bölək 2, D bölək 2. Düzgün gələn cavabımız oldu. Deməli, D variantı. Sonra baxaq 68-ci testdə. 68-də nə deyir? İnsan hüceyrələrinin diploid xromosom dəsti 46, şimpanze 48, pomidor 24, drozofil 8, ev milçəyində isə 12-dir. Əgər meyozun birinci bölünməsinin anafaza mərhələsinin sonunda hüceyrədə 48 xromosom varsa, bu hüceyrə yuxarıda göstərilən orqanizmlərdən hansına aiddir? Demək, meyozun birinci bölünməsinin anafazasında deyir burada. Deyir ki, sonunda hüceyrədə 48 xromosom. Anafazda deyir 48 xromosom varsa, baxın 48 xromosomun burada neçədir? 2N. 2N isə elə başlanğıcda